Əziz, fədakar, hər bir detalı incəliyinə qədər görən və həyatımıza nizam gətirən müdrik qız bürcləri, hər birinizi səmimi qəlbdən salamlayıram. Ulduzların səmada cızdığı o möhtəşəm xəritəni oxumaq, planetlərin bu xüsusi yay həftəsində sizə pıçıldadığı gizli mesajları və kosmik fürsətləri bölüşmək üçün yenidən bir aradayıq. Önümüzdə 22 iyun tarixindən başlayıb 28 iyun tarixinə qədər davam edəcək olduqca məhsuldar, zehni baxımdan fəal və daxili dünyanızda böyük fərqindəliklər yaradacaq bir 7 günlük zaman kəsiyi var. Bilirsiniz ki, siz torpaq ünsürünün ən çalışqan, analitik və mükəmməllik axtarışında olan nümayəndəsiniz. Həyatınızda hər şeyin müəyyən bir sistem daxilində fəaliyyət göstərməsi, planlarınızın qüsursuz işləməsi sizin daxili hüzurunuz üçün hava və su kimi vacibdir. Günəşin xərçəng bürcünə keçidi ilə birlikdə sizin üçün də səmada çox gözəl, enerjinizi sosial çevrənizə, gələcək xəyallarınıza və dostluq münasibətlərinizə yönəldən bir dövr başlayıb. Bu həftə kainat sizdən sadəcə təklikdə çalışmaq və hər şeyi tək başına çiyninizdə daşımaq əvəzinə komanda işinə önəm verməyi, insanların dəstəyini qəbul etməyi və biraz da olsa həyatın axışına güvənməyi tələb edir. Gəlin bu maraqlı həftənin hər bir gününü, qarşınıza çıxacaq fürsətləri və diqqət etməli olduğunuz məqamları bütöv bir hekayə kimi saniyə-saniyə birlikdə vərəqləyək. Həftənin ilk günü olan 22 iyun bazar ertəsi səhərinə gözlərinizi açdığınız zaman içərinizdə hər şeyi qaydasına salmaq, yarımçıq qalan işləri tamamlamaq və mükəmməl bir həftəlik plan hazırlamaq istəyi çox güclü olacaq. İş mühitinizdə, karyeranızda və ya gündəlik fəaliyyətlərinizdə qarşınıza çıxan məsələləri dərhal analiz edib, ən doğru həll yollarını tapmaq bacarığınız ətrafdakı hər kəsin diqqətini çəkəcək. Sizin o iti zəkanız və detallara olan sarsılmaz diqqətiniz sayəsində heç kimin fərq etmədiyi kiçik səhvlər və ya çatışmazlıqlar bugün asanlıqla aşkar olunacaq. Lakin bazar ertəsinin enerjisi sizə kiçik bir xəbərdarlıq da edir. Tənqid tərəfinizi və mükəmməllik axtarışınızı biraz nəzarətdə saxlayın. Ətrafınızdakı insanların, iş yoldaşlarınızın və ya ailə üzvlərinizin sizin qədər sürətli, nizamlı və diqqətli ola bilməməsi daxili bir aqressiyaya və ya məyusluğa səbəb olmamalıdır. Hər kəsin öz öyrənmə və işləmə tempi var. İnsanlarla ünsiyyətdə sərt tənqidlər etmək əvəzinə onlara yol göstərən, dəstək olan o şəfqətli tərəfinizi ön plana çıxarın. Günün ikinci yarısında rəsmi sənədləşmələr, müqavilələr və ya gələcək layihələrlə bağlı atacağınız təmkinli addımlar sizə uzun müddətli bir uğurun qapısını aça bilər. Çərşənbə axşamına, yəni 23 iyun tarixinə keçid etdiyimiz zaman idarə edici planetiniz olan ünsiyyət və zəka rəmzi Merkurinin səmada yaratdığı gözəl təsirlər sizin intellektual gücünüzü pik həddə çatdıracaq. Bugün zehni olaraq o qədər fəal olacaqsınız ki, eyni anda bir neçə fərqli mövzunu araşdıra, hesabatlar hazırlaya və ya mühüm iş danışıqları apara bilərsiniz. Əgər təhsil həyatınız davam edirsə, yeni bir dil öyrənmək, araşdırma aparmaq və ya imtahanlara hazırlaşmaq üçün ilin ən məhsuldar günlərindən biridir. Yazılı və şifahi ünsiyyətdə sözlərinizin təsir gücü çox yüksək olacaq. İnsanlara öz doğrularınızı izah etmək, onları layihələrinizə cəlb etmək və ya hər hansı bir anlaşılmazlığı həll etmək üçün bugünün aydın enerjisindən mütləq istifadə edin. Maliyyə məsələlərində də bugün çox praqmatik qərarlar verə bilərsiniz. Gəlir və xərclərinizi dəqiq şəkildə hesablamaq, büdcənizdəki boşluqları aradan qaldırmaq sizə böyük bir daxili rahatlıq bəxş edəcək. Lakin bu intensiv zehni fəaliyyət axşama doğru sizdə yüngül baş ağrılarına və ya zehni yorğunluğa səbəb ola bilər. Beyninizi bir anlıq da olsa sakitləşdirmək üçün rəqəmsal ekranlardan uzaq durun, təmiz havada qısa bir yürüyüş edin və daxili səsinizlə baş-başa qalmağa çalışın. Həftənin ortasında, yəni 24 iyun çərşənbə günündə ayın hərəkətləri emosional dünyanızda dərin bir həssaslıq və zəriflik dalğası yaradacaq. Hər zaman məntiqlə hərəkət edən, hisslərini müəyyən bir çərçivədə saxlayan siz qız bürcləri, bugün biraz daha emosional, bəlkə də bir qədər nostaljik bir ruh halına bürünə bilərsiniz. Sosial çevrəniz, köhnə dostlarınız və ya uzun müddətdir görmədiyiniz yaxınlarınızla bağlı mövzular ön plana çıxacaq. Çərşənbə günü səmimi dost məclislərinə qatılmaq, sevdiyiniz insanlarla dərdləşmək və ya onlara mənəvi dəstək olmaq ruhunuza çox yaxşı təsir edəcək. Qız bürcləri başqalarına faydalı olduqlarını hiss etdikdə daxilən böyük bir xoşbəxtlik yaşayırlar. Budur, bugün bir dostunuzun çətin anında onun yanında olmaq. Ona müdrik məsləhətlər vermək sizin nə qədər dəyərli bir insan olduğunuzu bir daha sübut edəcək. Şəxsi münasibətlərinizdə isə partnyorunuzun hisslərini, hərəkətlərini həddindən artıq analiz etməkdən və hər kiçik detaldan bir problem çıxarmaqdan mütləq qaçının.
Həyatı bəzən sadəcə axışına buraxmaq, qarşı tərəfi olduğu kimi qəbul etmək və sevgini hiss etmək ən böyük şəfadır. Gəldik həftənin bəlkə də sizin üçün ən yaradıcı, estetik və eşq dolu gününə, 25 iyun cümə axşamı. Sevgi ilahəsi Veneranın səmada parıldayan gözəl işığı sizin şəxsi həyatınızı, yaradıcılıq sahənizi və daxili cazibənizi inanılmaz dərəcədə gücləndirir. Əgər həyatınızda kimsə varsa, bugün aranızdakı bağların daha səmimi, daha dərin və romantik bir səviyyəyə daşındığını görə bilərsiniz. Birlikdə sakit bir axşam yeməyi yemək, gələcəyə dair ortaq xəyallardan danışmaq və ya sadəcə bir-birinizə olan güvəni dilə gətirmək aranızdakı bütün buzları əridəcək. Subay olan qız bürcləri üçün isə ulduzlar çox maraqlı sürprizlər hazırlayır. Bugün daxil olacağınız bir sosial mühitdə, ortaq dostlarınız vasitəsilə və ya tamamilə gözlənilməz bir məkanda sizin intellektinizə, təbii sadəliyinizə və nəzakətinizə heyran qalacaq xüsusi bir insanla tanış ola bilərsiniz. Bu tanışlığa qarşı dərhal şübhə ilə yanaşmayın, beyninizdəki o görəsən bu münasibət düzgün alınarmı, suallarını bir anlıq kənara qoyun və flörtün diqqət mərkəzində olmağın dadını çıxarın. Siz sevilməyə, diqqət görməyə layiqsiniz və kainat bugün bunu sizə hər addımda xatırladacaq. Həftə sonunun astanasında 26 iyun cümə günü diqqətiniz tam mənası ilə maddi resurslarınıza, gəlirlərinizə və gələcək maliyyə təhlükəsizliyinizə yönələcək. Qız bürcləri üçün pul sadəcə xərcləmək vasitəsi deyil, gələcəyi zəmanət altına almaq və daxili hüzuru qorumaq üçün vacib bir təməldir. Cümə günü büdcənizi yenidən nəzərdən keçirmək, uzun müddətli investisiyalar planlaşdırmaq və ya işinizdə yeni bir qazanc qapısı açmaq üçün çox uğurlu bir zamandır. Üzərində çalışdığınız bir layihənin maddi bəhrəsini görə bilərsiniz, bəlkə də keçmişdə etdiyiniz bir yaxşılığın, bir işin qarşılığı gözlənilməz bir maddi gəlir şəklində sizə geri dönəcək. İş yerində isə həftə ərzində başladığınız bütün tapşırıqları uğurla tamamlamaq, masanızı, sənədlərinizi və elektron poçtlarınızı tam bir nizam daxilinə salmaq üçün ideal bir gündür. İşlərinizi bugün təmizləyib bitirmək sizə həftə sonuna tamamilə rahat, zehni olaraq azad bir şəkildə girmək şansı tanıyacaq. Alış-veriş edərkən isə yalnız həqiqətən ehtiyacınız olan uzun ömürlü və keyfiyyətli əşyalara üstünlük verin, ani emosiyalarla lazımsız xərclər etməkdən qaçınmaq maliyyə balansınızı qoruyacaq. Həftə sonu gəlib çatdıqda 27 iyun şənbə günü sizin o evcimen, yaşadığı məkanı təmiz və nizamlı görməyi sevən tərəfiniz tam gücü ilə oyanacaq. Şənbə gününü evinizdə daxili bir təmizlik və nizam fəaliyyətinə həsr etmək sizə əsl terapiya kimi gələcək. Şkafları səliqəyə salmaq, artıq istifadə etmədiyiniz və enerjinizi donduran köhnə əşyaları evinizdən uzaqlaşdırmaq daxili dünyanızda da böyük bir yüngüllük yaradacaq. Siz torpaq ünsürüsünüz, ona görə də bugün dibçək güllərinizlə maraqlanmaq, evinizə yeni bitkilər gətirmək və ya bağ bəzəmək sizin bütün mənfi enerjinizi yox edəcək. Eyni zamanda mətbəxə keçib sağlam, təbii ingredientlərlə bədəninizə yaxşı gələcək xüsusi təamlar, detoks içkiləri hazırlamaq sağlamlığınızı gücləndirəcək. Şənbə gününün ikinci yarısında ailə üzvləri və ya ən yaxın dostlarınızla evinizdə sakit bir çay süfrəsi arxasında əyləşib səmimi söhbətlər etmək həftənin bütün gərginliyini canınızdan çıxaracaq. Həftənin son günü olan 28 iyun bazar günü isə kainat sizdən tam bir sakitlik, mütləq istirahət və mənəvi bir yenilənmə tələb edir. Bütün həftə boyu davam edən o zehni qaçış, hər şeyi mükəmməl etmək istəyi və sinir sisteminizin gərginliyi bədəninizi yormuş ola bilər. Bazar gününü tam mənası ilə özünüzə, ruhunuzun baxımına həsr edin. Telefonunuzu səssizə alın, sosial şəbəkələrin o yorucu, xaotik informasiya axınından uzaq durun və tam bir rəqəmsal detoks edin. Sakit bir musiqi dinləyin, sizi mənəvi olaraq qidalandıracaq bir kitab oxuyun və ya sadəcə təbiət qoynunda, yaşıl bir parkda tək başına sakit bir yürüyüş edin. Sağlamlığınıza, xüsusən də həzm sisteminizə və qidalanmanıza bugün xüsusi diqqət yetirməlisiniz. Yüngül qidalar qəbul etmək, bədəninizi yormamaq, enerjinizi bərpa etmək üçün vacibdir. Ötən həftə ərzində yaşadığınız hər bir təcrübəni daxilinizdə sakitcə analiz edin və gələn yeni həftəyə batareyalarınızı tam doldurmuş şəkildə hazırlaşın. Unutmayın ki, sizin ən böyük gücünüz elə sizin müdrikliyiniz, səbriniz və həyata gətirdiyiniz o gözəl nizamdır. Özünüzə inanın, ulduzların sizə bəxş etdiyi o parlaq zəkaya güvənin və hər yeni günə böyük bir şükürlə, sevgi ilə addımlamağa davam edin. Yolunuz hər zaman işıqlı, uğurlarınız daimi olsun. Huzur, sevgi və bərəkət dolu bir həftə diləyi ilə.